Bəzi hallarda marketlərdən alınan məhsulların qəbzlərindəki əlavə dəyər vergisi geri qaytarılmaq üçün sistemə yükləndikdə uzun müddət gözlənmə statusunda qalır. ƏDV məbləğinin hesablara köçürülməsi bəzən bir ay, hətta daha uzun müddət çəkir. Bəs ƏDV-lər niyə balansa gec keçir? News 24 xəbər verir ki, mövzu ilə bağlı Beynəlxalq İdarə Etmə Sistemləri üzrə mütəxəssis Asif İbrahimov Konkret.az açıqlamasında bildirib ki, ƏDV-nin geri qaytarılması Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi müvafiq qaydalara əsasən həyata keçirilir. Bu müəyyən prosedurların yerinə yetirilməsini tələb edir. Geri qaytarılma prosesi Dövlət Vergi Xidmətinin təsdiqindən sonra mümkün olur. Alıcılar məhsulu 14 gün ərzində dəyişdirmək və ya qaytarmaq hüququna malik olduqlarından kassaya daxil edilən çek bu müddət ərzində gözləmə statusunda saxlanılır. Yalnız bu müddət başa çatdıqdan sonra çek aktivləşir. Elə bu səbəbdən növbəti mərhələdə məlumat aidiyyatı banka ötürülür və 30 gün ərzində nəzərdə tutulan məbləğ müştəriyə qaytarılır. İqtisadçı əlavə edib ki, qanunvericiliyə əsasən bu müddət bir ay olaraq göstərilir. Bu isə ondan irəli gəlir ki, proses zamanı müvafiq təsdiqləmə prosedurları və icazələrin verilməsi müəyyən vaxt tələb edir. Nəticə etibarilə ƏDV-nin geri qaytarılması qeyd olunan mərhələlər tamamlandıqdan sonra həyata keçirilir.